Mətbəxdən yayılan isti yeməyin qoxusu bütün evi bürümüşdü. Balaca qız sevincək qaçaraq süfrəyə yaxınlaşdı. Ana, çox acımışam. Hamı süfrə arxasına əyləşdi. Anası gülümsədi. Bilirəm gözəl qızım, amma gəl görək yeməyə necə başlayırıq. Qız bir an düşündü. Sonra gülümsəyərək dedi. Bismillah. Afərin qızım. Qız əlini uzadıb uzaqdakı yemək tikəsini götürmək istəyəndə, anası onu nəvazişlə saxladı. Qızım, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə öyrədib ki, yeməyi öz qabağımızdan götürək. Bəs niyə ana? Çünki bu həm ədəbdir, həm də süfrədə olan hər kəsə hörmətdir. Qız başı ilə təsdiqlədi və öz qabağından yeməyə başladı. Sonra boşqabına yenidən yemək çəkmək istəyəndə anası soruşdu. Bunların hamısını yeyə biləcəksən? Qız biraz fikirləşdi. Yox, yəqin ki yox. Elə isə ehtiyacın qədər götür. Neməti israf etmək doğru deyil. Oldu ana. Qız diqqətlə yeməyə davam etdi. Yeməyi ətrafa tökmədən səliqə ilə yeyirdi. Atası gülümsəyərək dedi. Süfrə arxasında gözəl ədəb də böyük bir nemətdir. Yemək bitəndən sonra dedi. Elhamdülillah. Ata özünü uşaqlara tutdu. Bu gözəl yeməyi hazırladığı üçün ananıza da təşəkkür etməyi unutmayaq. Qız və qardaşı birlikdə dedilər. Çox sağ ol ana, Allah səndən razı olsun. Anaları sevincək gülümsədi. Qız boşqabını götürüb mətbəxə apardı. Qardaş da stəkanları topladı. Biz də sənə kömək edək ana, anaları dedi. Ən gözəl kömək işləri birlikdə görməkdir. Bəzən elə bilirik ki, yemək sadəcə qarın doyurmaq üçündür. Halbuki bir bismillah, öz qabağından yemək, israf etməmək, səliqəli davranmaq, elhamdülillah demək, valideynə təşəkkür etmək və süfrəni yığışdırmağa kömək etmək. Bütün bunlar süfrəmizi həm gözəlləşdirir, həm də evimizə bərəkət və mehribanlıq gətirən gözəl davranışlara çevrilir.